Şamaxıda qadın odlu silahla qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qətldə qadının həyat yoldaşı Tağıyev şübhəli bilinir. Rayon sakini Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun qısqanclıq zəminində odlu silahdan açdığı atəşlə eyni alavaya xəsarət yetirdiyi bildirilir. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb, Tağıyev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Sumqayıtda isə azyaşlı qızın meyidi tapılıb. Sumqayıt 24 az xəbər verir ki, hadisə 3-cü mikrorayon ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb. 2013-cü il təvəllüdlü Məmmədova yaşadığı evdə ölü halda aşkarlanıb. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müvafiq ekspertizaya göndərilib. Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.